Salam əziz dostlar, növbəti videoda xoş gəldiniz. Mən adətim deyil kimlərisə cavab vermək, kimlərisə fikrinə şərh bildirmək. Amma bu səfər mən bunu etməyə özümü məcbur bildim, vacib bildim. Çünki bu mövzular həqiqətən də çox fikir qarışdıran mövzulardır. Müşfiq Ötkün deyə bir özünü filosof adlandıran, fəlsəfəçi olan birisi var. Və bütün danışıqlarında adamın maksimum dərəcədə bütün danışığını qadınların kişilərdən zəif olduğunu, kişilərin qadınlardan üstün olduğu üzərinə qurur. Hətta biraz da irəli gedərək qadınları zəif, heç bir şeyə yaramayan olaraq algılamağa çalışır və fikir formalaşdırmağa çalışır. Sadəcə mən açıq deyirəm, yəni o adamın fikirlərini dinləyəndə tək bir şey düşünürəm. Bu adamın qadınlarla nə dərdi var, nə də problemi? Yəni qadınlarla problemi var ki, bu qədər məsələnin üzərinə düşür. Elmi tərəfdən yanaşıb qadınların elmi ixtiralarını deməyəcəm, çünki bununla bağlı yetər qədər yazan var. İki məsələyə toxunacağım. Qadınlar və kişilər arasındakı psixoloji dayanıqlıq və qadınların emosional və rasional baxımdan kişilərdən olan üstünlüyü. Birincisi, istənilən münasibətlərə baxdığınızda qadınların kişiləri rahatlıqla istənilən şəkildə manipulyasiya eləyib idarə eləyə biləcəyini və yönləndirə biləcəyini rahat şəkildə görə bilirsiniz. Müşfiq bəy, sizin dediyiniz kimi qadın zəifdirsə, kişilər niyə o qadınların dolduruşuna rahatlıqla gələ bilir? İkincisi, qadın əgər bir kişiyə bir şey etdirmək istəyirsə, əmin olun ki, onu elətdirir. Bunu siz özünüz də yaxşı bilirsiniz. Bütün ətrafınızdakı sizi dəstəkləyən o kişilər də bunu yaxşı bilir. Və yetəri qədər çox vaxt həmin adamlar içisiz qarışıqda zaman-zaman hansısa qadınların manipulyasiyasını uyub istəmədiyiniz və hətta düşünmədən o qədər addımlar atmışsınız ki, və sonradan oyuna gəldiyinizi çox rahatlıqla anlamırsınız. Belədirsə, sizi bu qədər rahatlıqla aldadıb, bu qədər rahatlıqla barmaqlarına dolaya bilən bir qadına mən o səndən üstünəm deyib nəyi tətmin eləmək istəyirsiniz ki? Qadının üstünlüyə gələncə bunun real, sadə bir, hər kəsin gözü önündə olan bir məsələni deyəcəm. X nəslində fiziki güc əsas idi deyə kişilərin öndə olması vacib idi. Çünki əsasən qazanc kişilərdən gəlirdi və qazanan kişilər idi deyə kişilərin sözü keçirdi. O zamana qədər eləydi. Amma Y nəslinə gələndə informasiya dövrü başlayandan sonra çox sürətlə qadınlar kişilərlə bərabərləşdi qazanc məsələsində və kişilərin bir çox vəzifələrini, məsləklərini qadınlar yavaş-yavaş onların əlindən aldılar. Y nəslinin sonlarına doğru ümumiyyətlə kişilərin iş, məslək arasındakı qadınlarla nisbətdə yeri aza düşməyə başladı. Və bir çox məsləklər artıq qadınların əlində formalaşdı, qadınların əlində təmərküzləşdi. Və siz, mən daxil, bir çox sahələrdə çalışdığımız insanların sahələrindəki qadınların mütləq çoxluğu kişilərə nisbətən ümumi ilə müqayisə olunmayacaq səviyyədədir. Madəm sizin dediyiniz kimisə, niyə kişilər o məsləklərdəki yerlərini qadınlara uduzdular? İkincisi, Y nəslinə qədər dünya arenasında qadın siyasətçilərin sayı çox az idi. Y nəslində qadın siyasətçilərin sayı artdı. Bu günləri Avropa ölkələrinin əksəriyyətində qadınların nazirliklərdə, hətta baş nazir postunda olma sayı yetər qədər kişilərlə bərabər hala gəlib. Birazdan sonra üstələyəcək. Əgər qadın sənin dediyin qədər zəif birisisə, kişilər onlardan üstündürsə, niyə siyasətdə belə yerimizi onlara uduzuruq? Və üçüncüsü, patriarxal dönəm kişilərin hakimiyyətdə olduğu dönəm matriarxatdan sonra gəlir. Nə zaman? Fiziki gücə ehtiyac olduğu zaman. Amma nə zaman ki fiziki güc artıq öz yerini zihni gücə verməyə başladı, yenə də qadınlar kişiləri üstələməyə başladı. Sən istəsən də, istəməsən də qadın öz haqqını aldı. Almağa da davam edir. Sən və sənin kimi insanlar bunu görməzdən gəlib, konkret olaraq o patriarxal düşüncələrinizi qorumağa çalışırsınız. Eləyin. Amma bunu hər kəsə sırmağa, hamını ağılsız, özünü ağıllı hesab eləməyə ehtiyac yoxdur. Məsələ qadın-kişi məsələsi deyil. Məsələ bu ikisinin ortaq gücünün birləşdirilməsidir. Yəni bütün elm təsdiqləyir ki, kişilərdə emosional zəka zəifdir, rasional zəka güclüdür. Amma eyni elm sübut edir ki, qadınların emosional zəkası güclüdür, rasional zəka kişilərin zəkası qədərdir. Və bütün elm onu da sübut edir ki, bütün qərarları emosional zəka səviyyəsində veririk, sadəcə rasional zəka
həmin verdiyimiz qərarla olunabilirlik planlamasına işləyir. Yəni emosional zəkanın verdiyi qərarı necə həyata keçirəcəyinin planını rasional zəka hazırlayır. Bunları nəzərə alanda görünən odur ki, emosional zəkada kişilərdən üstün olan qadınların qərarları daha düzgün, daha realist olur və o qərarlarla emosional zəkada qadınlara uduzan kişiləri rahatlıqla idarə edə bilirlər və yönləndirə də bilirlər, istədiklərini də ala bilirlər. Bütün elm, bütün tarix, hər şeyi ortaya qoymuşkən, bu qədər qadın düşmənçiliyi eləmək və bunu hər kəsə yönləndirmək, mən düşünürəm ki, ancaq o şəxsdə ola bilər ki, bu adamın nəsə qadınlarla bağlı ciddi problemi var. Bilmirəm nədir problemi. Amma məsləhət görərdim ki, bunu bu dərəcədə böyük arenalardan insanlara, əsasən də təhsil səviyyəsi aşağı olan insanlara yönləndirməklə bu qarşıdurmanı, qadın-kişi qarşıdurmasını alovlandırmağa cəhd eləmək sadəcə ağıl işi deyil. Ona görə də mən bütün izləyicilərə, bu videonu izləyən hər kəsə çox istəyərdim ki, bu videonu Müşfiq bəyə yönləndirsinlər. Özü də baxsın. Lazım olarsa istənilən yerdə, istənilən şəkildə də debata hazıram və birlikdə debat eləyə bilərik. Və orada da mən öz sözümü, öz fikrimi əsaslandıraraq adamın fikrinin necə bəsit və boş olduğunu hər kəsin qarşısında debatda da təsdiqləməyə, isbat eləməyə hazıram. Daha bir videonun sonuna gəldik dostlar. Video xoşunuza gəlsə bəyənməyi və kanala abunə olmağı unutmayın. Görüşənə qədər.